manganat parçalanır. Nəyə? Kalium Kalium manganata, mangan 4 oksidə və oksigen. oksigen. Yəni bura 2 yazsaq düzəlir. Reaksiyamız budur. Bu reaksiyanı bilirsiniz, bəli bilirsiniz. Deməli kimyasını bilirsiniz. Qaldı ki, buna bir riyazi yanaşma. Əzizlər, burada bərk nümunənin kütləsinə söhbət gedir. Bərk. Mənim başlanğıcdakı bərkim budur. Bu bərkdir. Düzdürmü? Sondakı bərkimdə bu ikisi də bərkdir. Elə bu qazdır. Bu nədir? Gaz. Əgər bərkin kütləsi azalıbsa, söhbət maddədən getmir. Bu kalium permanganatın azalmasından danışmır. Bərkin azalmasından danışır. Bərk 200'dür, neçəyə düşür? Deməli, burada itki var. İtəndə qazdır da. Yəni, sən bura baxanda başa düşməlisən ki, bu 200'dən 184'ə düşür. Nə qədər itirib? 16 qram. Bu 16 qram itən oksigendir. Nədir? Oksigen. Yəni, bir sözlə bu qabdan 16 qram oksigen uçub gedib. Bu əlaqəni qura bilsən, çalışmayan olur. İndi geçək işin ikinci hissəsinə. Əgər bu 16 qram uçub gedibsə, görəsən bu nə qədər parçalanıb. Normalda bunun 2 molu, yəni 158 vur 2, 2 vur 158 qramı parçalananda bu nə qədər uçur? 1 mol, yəni 32 qram. Yəni 32 qram oksigen uçduğu şəraitdə bu 2 vur 158 parçalanırdı. 16 bu 32'nin yarısı deyil. O zaman bu nə qədər parçalanır? 8. Deməli bu 200 qram var idi. Nə qədəri parçalanıb? 158. Ya söyləməli 200 əgər 158 gelibsə 42'si qalmalıydı axı. Axı 42 qalmayıb, neçə qalıb? Mənim əzizlərim, axı yenə bərk yaranıb. Burada yenə 142 qram bərk var burada. Nə qədər bərk var? 143 qram. Bu demir ki, bərk hansı bərkdir? Anladınız məntiqi? Bəli, kalium permanganat əvvəl belə idi vəziyyət. Əvvəl sənin 200 qram kalium permanganatın var idi. Bəs sonda nəyin var əlində? Sonda 184 qramın var. Bu 184'ün 142 qramı kalium 2, mangan, O4 və mangan O2'dir. Yerdə qalan 42 qramı isə kalium permanganatın artıq qalan hissəsidir. Hansı ki o parçalanmayıb. Aydındır? Gəl suala cavab verək. Bərk nümunənin kütləsi 8% azalır. Həqiqətində 16 ədədi 200'ün 8%'dir. Doğru. 184 qram kalium permanganat parçalanmışdır. Nə qədər parçalanmışdır? 158. Deməli yanlış. 11-12 litr oksigen ayrılmışdır. Birincisi bu 32 qram oksigen 1 mol oldu. Neçə mol uşaqlar? O zaman 16 qram da 0.5 mol olur. Əgər 16 qram 0.5 molsa normal şərtdə 0.5 mol qaz 11-12 litrdir. Bəli, doğrudur. Bir kalium permanganat tam parçalanmışdır. Axı 200 qramın tamamı parçalanmayıb. Bu da yanlış.